Əməkdar artist Elza Seyidcahan evinin balaca olmasından şikayətlənib. Bölgə TV axşam azı istinadən xəbər verir ki, müğənni günə bax verilişində paltarların evə sığmadığını deyib. O bildirib ki, geyimləri üçün başqa ev arzulayır. Evim ev deyil, qarderobdur. Bakının tıxaclarını görəndə deyirəm, bu mənim evimə oxşayır. Allaha dua edirəm ki, Allah mənə gözəl ev yetirsin. Böyük qarderobum olsun, gedim ora. Seyidcahan aparıcı İlqar Mikayıloğlu'nun döyməsindən danışıb. Məni aparıb Şamaxının meşəsinə canavarların gözünü görürəm. Soyuq idi, taxtanı necə vurdumsa sındı. Bir dəfə İlqar Mikayıloğlu'nu meşədə döymüşəm. Səhərə qədər canavarlar məni yemişdi. Rəna Rövşənqızı, Bölgə TV. Həmişə mən Nahidə xoşbəxtlik arzulayıram. Çünki o uşaq vaxtından gözümüzün qarşısında böyüdü. Bax indi də ağıllıdır, əziyyət çəkir, zəhmət çəkir. O da gəncdir, o da istəyər gedib boş vaxtlar otursun bəzi gənclər kimi boş vaxtlarını tüfeyl. Ancaq o gəlir burada doğrudan da zəhmət çəkir və mən inanıram ki, necə ki Nail neçə il kanalının vaxtından arıq oğlan idi, üfürsən yıxılardı. O vaxtlar Nail təsəvvür edirsən, Nail yadındadır da sənin. İndi maşallah o gün oğlu əskər getdi. Vallahi arıq idin da sən. Hələ gör nə qədər kökəlmişsən gəlib beləsən. Bilsən necə arıq idi. İndi Nail gör neçə illərdir. Gör nə qədər o sənətkar yoxdur ki, sən onun üçün klip çəkməyəsən. Düzdür? Nahid də mən inanıram ki, neçə illər keçəcək. Nahid bir belə mükəmməl bir öz işi, öz necə deyərlər, öz sözünü deyəcək. Məsələn, İlqar müəllim kimi adamın anası Zülfiyə xanım, yəni ki, onların məktəbini keçir. Ona görə mən Nahidə ən yüksək balı verəcəyəm. İncimin. Ən yüksək. Ən yüksək bal. İlqar müəllim beyni dondu ki, o nə? Niyə? Mən tərifləyirəm də, bəli. Vurğunu tutmadı da İlqar müəllim. Bəli, orada vurğu var idi. Əslində bu tərif İlqara gedir. İlqarın məktəbini. Mən deyərdim ki, Zülfiyə xanıma, çünki uşaqlıqdan onu zəhmətə öyrəşdirdi, yəni xidmət eləməyə öyrəşdirdi. Biz Amerikada məsəl üçün çox anda bir imkanlı adamlar var ki, uşaqları məktəbi bitirəndə onu ofisiant işləməyə göndərirlər ki, o xidmət eləməyi öyrənsin. Əsas insan deyirsən ki, error verdi beni, o döyülməyi çatıb da, onu döyməliyəm. O döymüşəm axı bir dəfə onu meşədə. Çomaq da sındı üzərində. Yadına çıxıb, soğuqdan məni səhərə qədər canavarlar yemişdim. Eyram axı, niyə bilirsiniz, belə gəzirsiniz? Onu bir dənə taxta vurmuşam, bir taxta da sınıb. Kürəyində. Bu qalınlıqda taxta kürəyimdə sındı. Niyə dalaşırdınız? Mən. Yaxşı, nə məsələ idi? Bir dənə veriliş var idi, bunu səyahət. Aparıb məni Şamaxının meşəsində canavarların gözlərinin işığını görürəm. Deyir ki, mənə, nə bilim, ay Allah. Deyirəm, ay balım, soyuqdur. Yox, verilişdə bu olmalıdır. Axırda da götürdüm bir çomağını, necə buna vurdumsa, çomaq sındı da, inanırsan. İlqar müəllim, o çomaq hardadır görəsən? Sınıb. Verilişlərdə də oradan gözəl, maraqlı hadisələr. Qiymətlər qaldı. Amma əsas qiymətlər. Deyilməmiş qiymətə. Niyə? Mən bildiyim yumurtasını dağıtdım və bundan sonra alacağım. Deyirəm, İlqarı deyirəm, baba. Görsən, baba. Deyən, ona bax. Rasimə baxmamışdın buna. Sən Amerikadaydın. Baba. Bax. Şükür Allaha. Səsim eşidən oldu, ay Allah. Ay. Salam, xoş gəlmişsiniz. Ne olur sizin? Eyza xanım, şu fotoğrafına var. Ben sizin güzel bestekar, güzel müğenni olduğunuzu bilirdim ama vay. Marşrutumuz tamam başlayır. Necə? Xoş gəlmişsiniz. Mən Əlçimana aparmalıydım. Amma bilirdim ki, yol yaxında keçir. Onu gətirdim sizə təhvil verməyə. İlqar, sizə bir hədiyyə düşür. Düşür. Ciddi vurur İlqar müəllim. Bu anamın məktəbidir. Anamın Yaxşı xəşil çalanı var da, vurmağı var xəşil çalanı. O tez-tez sınar. Xəşil çalanı oxlov yox, xəşil çalan. Ona görə dağlısan da, bilirsən dağlılarda qız döymə, qızın döyməyən dizin döyər. Ona görə belə ağıllı qızlarım. O vaxtda sehirli çubuq deyirdilər də, oxuyurlar. Sehirli çubuq, hə.